çıxasın qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə dərin təşəkkür edirəm. Çünki bu kitabın, belə deyək, maliyyə vəsaitini onlar təmin edib, sırf nəşrlə bağlı və bu gün ödənişsiz olaraq bu kitablar paylanır. Biz niyə həm də KOB evində istədik? Biz bilirsiniz ki, kommersiya mübahisələrinə də baxırıq və bu işlər könüllüdür. Burada sizə təqdim olundu. Bizim 2 otağımız burada var və kommersiya mübahisələrində istər bizim sıralarımızda bizim çox hörmətli vəkillərimiz var, hüquqşünaslarımız var. Bəzən kommersiya subyektlərinin hüquqi məsələləri ilə bağlı KOB evi ilə münasibətlər olur. Biz çalışdıq bu formatı da göstərək ki, burada belə deyək, vətəndaş üçün asan xidmət nə qədər həldirsə və yaxud dost xidməti xüsusi imtiyazlı şəxslər üçün həldirsə, KOB evi də sahibkarlıq subyektləri üçün böyük bir həldir. Siz gələcəkdə buranın xidmətlərindən istifadə edə bilərsiniz, gələcəkdə buranın xidmətlərindən istifadə edə bilərsiniz. Aparacağınız mediasiyalarda, könüllü mediasiyada bizim Elşən müəllim burada iştirak edir, Elşən müəllim görə bilir, Elşən müəllim arxadadır. Bizə müraciət edib mediasiya proseslərinizi burada sala bilərsiniz, bu məkanda. Bu məkanda mediasiya prosesləri olanda kommersiya subyektləri üçün bu daha inanılır və möhtəbər olur. Bu gün həm də əlamətdar gündür ki, bizim Failə xanım burada iştirak edir. Failə xanım Bakıdadır, bəlkə də bir 10 gündən çoxdur. Amma təəssüf ki, biz görüşə bilməmişik. Biz rayonlarda olduq, Aqil mənim, Tural mənimlə bir yerdə. Rayon mediasiya təşkilatlarımız, 15-dən çox təşkilatımızın yeni yaranan təşkilatın ictimai təqdimatlarını elədik, ofis şəraitləri ilə tanış olduq. Və Failə xanıma ilə bu gün, qismət bundan əvvəl biz çox görüşmüşük, Türkiyədə tədbirlərdə olmuşuq, amma qismət bu günə oldu və yaxşı bir vəsilə oldu ki, o da bizim tədbirdə iştirak edir. Failə xanım Latviya Mediatorlar Assosiasiyasının sədridir, bu çox önəmli bir vəzifədir və Failə xanım yad adam deyil, bizim həm yerlimizdir, yəni Azərbaycanımızdır, atası Azərbaycandandır. Və özü də burada böyüyüb. Sonra bizim də belə deyək, mənəvi borcumuz son olaraq fəaliyyətini də dəstəkləyək ki, belə deyək, daha yaxşı nəticələr əldə edək. Və Latviya bizim inşallah səfərimiz nəzərdə tutulur, getmək istəyən olsa gedər, səfərin şərtləri ilə bağlı məlumatlar veriləcək. Mən etiraz etməsəniz, qısa olaraq istəyərdim, Failə xanım Azərbaycan dilində tam başa düşür, amma ifadə məsələsində icazə versək rus dilində Failə xanım öz fikirlərini Latviya mediasiyası barədə qısa fikirlərini 5 dəqiqə deyərdi. Ondan sonra biz kitabın təqdimat hissəsinə keçəcəyik və 2 plaketimiz var bu gün bizim hörmətli Aqil müəllimdən Tural müəllimə. Mediasiya Şurasının xüsusi plaketi bu gün təqdim olunacaq və bu plaketlər ondan ibarətdir ki, könüllü fəaliyyəti hər yerdə var, amma onlar hər ikisi peşəkar mediatordur, amma Şuranın fəaliyyətinə də könüllü əsaslarla öz vaxtlarını, əməklərini sərf edirlər, yeri gəlsə belə deyək, səfərlərdə öz büdcələrini sərf edirlər. Biz ezam qaydasında getmirik rayonlara, yəni öz xərclərimiz hesabına gedirik. Və bu prosesdə onların böyük bir töhfəsi var. Bu həm də yaxşı bir nümunədir ki, gələcəkdə sizdən də bu, belə deyək, adekvat dəstəkləri gözləyirik. Failə 5 dəqiqə siz danışın, Latviya mediasiyası barədə məlumat versəz, sonra biz xahişin nədən ibarət olacaq? Biz kitabları sizə enib aşağıdan verəcəyik və mövqeyimiz ondan ibarətdir ki, hər kəslə bu kitabı təqdim edəkdə hər kəslə bir belə deyək, şəkil çəkdirək və şəkil çəkdirməkdə də əsas məqsədimiz ondan ibarətdir ki, bu bir tarixdir, yəni sırf bunu görsənək deyə eləmirik. Siz yeni qoşulanlara aiddir. Mediasiyada buna demək olar ki, ilk kərpici artıq qoyursunuz. Mediasiya institutunun belə deyək, təbliği, təşviqi ona cəlb ediciliyi artırır. Yəni, bu bizim peşədir, yeni peşədir. Ona görə də biz hər kəsə bir kitabları Failə xanımdan təqdim edib, gözəl bir şəkillər paylaşacaq. Bu şəkilləri sosial şəbəkələrinizdə paylaşır, mediasiyanı təşviq edin və belə deyək, davam edin. Failə xanım 5 dəqiqədə sən danış, sonra bilirsən, sual-cavab nə olsa biz onu edəcəyik, vaxtımızda. Salam. Я извиняюсь, буду говорить на русском, потому что азербайджанский не освоила в полной мере, но когда-нибудь, надеюсь, это произойдет. Во-первых, коллеги, будущие коллеги, многоуважаемые Надир Мэлим, я благодарю за честь, что я могу находиться здесь на презентации этой чудесной книги. Книги очень необходимы, книга, которая помогает, наверное, не только медиаторам и тем, кто хочет быть медиаторами, но и любому человеку, который должен понять, что кроме споров есть что-то хорошее, как медиация, которая помогает восстанавливать мир. И я очень горда тем, что я могу поздравить тех, кто сдал, я так понимаю, экзамен,
и получат эту книгу, и те, кто только на пути в медиацию. Я прошу не бояться медиации, заниматься медиацией, популяризировать медиацию, потому что это то, что необходимо людям. Когда у людей на сердце мир, тогда и мир становится добрее и лучше. А все необходимое, то, что есть в книге для того, чтобы те коллеги, которые еще не стали медиаторами, но хотят стать, в этой книге есть. И я поздравляю азербайджанское сообщество медиаторов с тем, что есть такая замечательная книга, которая действительно достойна любой библиотеки, и любой специалист, и даже не специалист, получит необходимую информацию. Спасибо. Çox sağ olun Fayla xanım. Fayla xanım doğrudan da bizim fəxrimizdir. O Türk Dövlətlər Mediatorlar Birliyində də təmsil olunur. Bizim birliyin rəhbəri Yaqub Bey'də Latviyaya onların bir səfəri olmuşdu və orada yaxşı belə deyək görüşlər olur. Biz indi formatımız tam sərbəstdir, tam azaddır. Ümumiyyətlə bir-birimizə qarşılıqlı hörmət, qarşılıqlı anlayışı qorumaq. Buna bilməm, bürokratiyada subordinasiya edilir. Mən də bürokrat olmuşam bir vaxtlar. Bəzi artıq şeyləri yığışdırmışıq, yəni aşırı, nə bilim, belə bürokratik protokollar, sayırlar. Ona görə bizdə hər şey bəzən spontan baş verir. Ona görə də biz indi kitabları təqdim edəcəyik. Sonra sual, cavab, kimin nə iradı var, onları bildirə bilər. Sertifikatlarınızla bağlı oxuyuram gözlərinizdən ki, hamınızın bir sualı var ki, sertifikatlar nə vaxt təqdim olunacaq? Sertifikatları biz imzalamışıq. Şahimən Ədliyyə Akademiyasında imzalasın. Ədliyyə Akademiyasında o sertifikatları biz sizə belə yenə canlı olaraq təqdim edəcəyik. Digər ailə əmək kurslarında olanlar var. Əvvəldən belə deyək, vəd vermək olmasın, əminəm ki, imtahanları yaxşı keçəcəksiniz. Məqsədimiz ondan ibarətdir ki, hamı imtahanları keçsin, sıralarımız böyüsün, genişlənsin. Və bizim peşəmizlə bağlı yenə də hər dəfə bunu təkrar edirəm, çox danışmaq olur. Mübahisə hər yerdədir. Mediasiya ümumiyyətlə təlimçiləri biz bəzən dostlarımız da haqlı olaraq qınayırıq ki, siz bəzi epizodları çərçivəli izah edirsiniz. Ümumiyyətlə, mübahisə harada var, mediasiyada var. Yəni, biz hər yerdəyik. Yəni, bizim maddi və mənəvi baxsaq prosesə bizim alanımız daha böyükdür və vəkillər üçün xüsusən avantajlıdır. O baxımından ki, vəkil kimi prosesə maddi və mənəvi bunu açıq demək lazımdır. Baxanda, proses bir 8 ay, 1 il vaxt aparırsa, 6 ay və eyni mənəvi maddi qazancdırsa, onu 2-3 həftəyə həll edib, eyni nəticəyə gəlmək olur, amma daha çox avantajlı. Təşkilatlarla bağlı yenə gözlərinizdən oxuyuram ki, təşkilat yaratmaq istəyənlər necə edə bilir? Büdcələrimiz sərf edirlər, biz ezam qaydasında getmirik rayonlara, yəni öz vəkillərimiz hesabına gedirik. Və bu prosesdə onların böyük bir tövhəsi var. Bu həm də yaxşı görünüm o ki, gələcəkdə sizdən də bunu belə deyək ki, adekvat dəstəkləri gözləyirik. Fayda 5 dəqiqə danışın, Latviya mediasiyası barədə məlumat versəniz, sonra biz xahişim nədən ibarət olacaq? Biz kitabları sizə enib aşağıdan verəcəyik. Həm mövqeyimiz ondan ibarətdir ki, həm sual-cavab nə olsa biz onu edəcəyik. Салам. Я извиняюсь, буду говорить на русском, потому что азербайджанский не освоила в полной мере, но когда-нибудь, надеюсь, это произойдет. Во-первых, коллеги, будущие коллеги, многоуважаемые Надим Али, я благодарю за честь, что я могу находиться здесь на презентации этой чудесной книги. Книги очень необходимы, книга, которая помогает, наверное, не только медиаторам и тем, кто хочет быть медиаторами, но и любому человеку, который должен понять, что кроме споров есть что-то хорошее, как медиация, которая помогает восстанавливать мир. И я очень горда тем, что я могу поздравить тех, кто сдал, я так понимаю, экзамен, и получит эту книгу, и тех, кто только на пути в медиацию. Я прошу не бояться медиации, заниматься медиацией, популяризировать медиацию, потому что это то, что необходимо людям. Когда у людей на сердце мир, тогда и мир становится добрее и лучше. А все необходимое, то, что есть в книге для того, чтобы те коллеги, которые еще не стали медиаторами, но хотят стать, в этой книге есть. Я поздравляю азербайджанское сообщество медиаторов с тем, что есть такая замечательная книга, которая действительно достойна любой библиотеки, и любой специалист, и даже не специалист, получит необходимую информацию. Спасибо.
haqqını əməyini halal elə. Tural mən də dedim ki, bu ana sütü kimi halal plaketinizdən. Gözümün səbrini dəyənəkdən görə. İndi gənclər, belə deyək, saat tərəfdən işləyir. Belə kitablarınızla gəlir. Cəz Natan xanım, səndən gələk plaket verənlərə çox ən Yıllar növbəti gəncimiz. Ceyhun Mirzəyev. Biraz sağa. Sizi tanıyırıq, gənclər də tanısın. Ben de sizi genç çokuşuna kimi tanıyırım. İnşallah elə genci emirsinə, genci ruhunu ölkəyə yeniliklər gətirəsizlər. Bilməm, biz bir-birimizi bəlkə də 30 ildir tanıyırıq. Belə dəyərli yoldaşdır. Şad olun, burada da görünür. Sağ olun. Növbəti gəncimiz. Lamia Heydərov. Sağ olun. Növbəti gəncimiz. Yeganə Əliyev. Nömrə 1-dən görün. Təşəkkür, sağ olun. Nilüfer Osman. Teşekkür. Növbəti gəncimiz. Gəl. Ad familiya? Lamia Tahir. Sağ olun. Siz növbəti gəncimiz gəlin. Familiya? Gülşən Allah. Təşəkkür növbəti. Şansur Kərmov. Şansur Kərmov. Təşəkkür. Sağ olun. Növbəti. Latviya sizlə mütləq getməyə lazım. Məncə biz hər kəsə kitab təqdim elədik. Bunu da təkrarda fayda var. Niyə? İstəyirik bir-birinizi təqdim eləyəsiniz. Mən sizdən artıq dərəcədə xahişim var. Mən də çox yerdə işləmişəm. Mən bəzən əmək kitabçama baxıram. Mənim əmək stajım, mənim yaşımdan çoxdur. Həqiqətən bəzən biraz şoka düşürəm ki, mən bu qədər yerdə ümumiyyətlə necə işləmişəm. Bilmirəm harada biz necə işləmişik, amma bu peşədə xahiş edirəm sizdən, qətiyyən utanmaq, kompleksə düşmək filan olmasın. Yəni, heç kimdən artıq deyil. Təqdimatları da niyə istədik? Bəziləri biraz belə kövrək, utancaq dedir, bəziləri əklə dedir. Bizim peşəmiz, özümüzü, xidmətimizi əklə satmaqdan ibarətdir. Yəni, bizim iki prinsipimiz var. İstəyirik mənəvi, maddi yenə də, cizətmirəm, bunu çox qazanaq.
Çox danışmalıyıq, yaxşı danışmalıyıq, yaxşı qulaq asmalıyıq. Yəni başqa prinsip yox. Danışanda da vətəndaş o qarşısındakı adamın o danışıqına nə qədər əmin olduğunu baxır. Şimdi bizim misal üçün bir neçə mediator var, deyir ki, bu alın. Və mediasiya prosesində o danışıqların aparılmasında büdürük. Ona görə də burada çoxlu danışın, bir utanmayın. Yəni bizim şuranın qarşısında ümumiyyətlə intizam məsələlərini çıxıram, ona çox müdaxilə edə bilmirik. Başqa məsələlərdə səhv eləməkdən qorxmayın, yəni danışmaqdan qorxmayın, çıxış eləməkdən qorxmayın, səhv düzələcək. Bizim bir mediatorumuz vardı, adını çəkmək istəmirəm, xanımdır. Bizə irad bildirdilər ki, bu mediator, nə bilim, səhv danışır, o televiziya çıxırdı, bütün televiziyalara da çıxırdı. Biz ona heç eləmək, insan falan deyiləm. Nəyə görə dedik, sən çıx, daha yaxşısını danış, düzünü danış, ona da deyək ki, sən danışma. Ona görə bizim çörəyimiz danışmaqdan çıxır, özümüzü təqdim eləməkdən çıxır. Və o tələbəyə verdiyim sualı bu gün özümüzə də verirəm, özümə də verirəm, bu mənə də aiddir. Bu gün biz nə öyrəndik? Biz bu gün öz kollegalarımızı təqdim etməyi öyrəndik. Maşallah, mən baxıram, insanın üzünə baxanda bilinir. Hamınız maşallah öz ailənizdə, çevrənizdə, cəmiyyətdə nüfuzu olan insanlarsınız. Hamınız maşallah belə deyək, abırlı, hayalı, səviyyəli insanlarsınız. Amma bu bucaqdan biz sizi, xahiş edirəm, minnət kimi qəbul edəməyim, biz sizi sıralarımıza gələcək mediatorlar kimi cəmiyyətə təqdim eləməyi öyrəndik. Yəni, bir-birimizi layiq bildik. Siz bizi cəmiyyətə təqdim elədiniz. Yəni, ola bilər, bunlar şəkillərdə görsənəcək sair və bu, belə deyək, bizim bu sahədə ilk marketinq addımımız oldu. Bəzi peşələrdə ola bilər ki, xidmət orqanları, hüquq mühafizə orqanları əlbəttə ki, bu qəbul edilməzdir. Marketinq, yəni bu işin öz spesifikliyi var. Amma bizi kimi peşə birliklərində marketinqdir, peşə sahibini tanımaq vacibdir. Bizdə qadağa yoxdur ki, niyə adam özünü tanıdır, niyə adam özünü reklam edir. Əlbəttə, reklam dediyin özünüzü tanıdır. Yəni, biz bunu həmişə deyirəm, üzr istəyirəm, nə buradakılara, nə burada olmayanlara aid deyil. Biz bəzən bir-birimizə dəyər veririksə, bir-birimizi sayırıqsa, o, belə deyək, dəyər verilənin layiq olduğuna görə deyil, layiq bilindiyinə görə. Deyək ki, mən burada sədrəmsə, məndən də yaxşı olanlar var, məndən də savadlı olan, mən layiq bilindiyimə görə buradayım. Və yaxud siz mediatorluğa namizədsinizsə, siz də layiq, yəni biz bir-birimizi layiq bilmişik. Yəni, mən fikrimi çatdıra bilirəm, yoxsa. Ona görə bizim çevrə olaraq, cami olaraq mövqeyimiz ondan ibarətdir ki, hər bir kolleqamızı tanıdaq, onun arxasında olaq, ona dəstək olaq. Gələcəkdə bu ola bilər şəxsi çərçivədə, onunla da bağlı deyim. Heç bir məsələdə şura ilə, belə deyək, kompleks sərhədi deyirəm buna. Yəni, kompleks sərhədi saxlamayın. Övladlarınıza, ailəmizə, ola bilər, nə bilim, mülkünə saxlamayın. Mənəvi rəhbər. Biz onu belə görürük. 988-88-09. Yəni, hər hansı bir sual olarsa, 988-88-09. Hər hansı bir dəstəyi verərsə, yəni çox sevilər. Başqa sual, nəsə doğrudan deyirəm, yəni utanmayın, çəkinməyin. Bura öz mediatoraq, yəni rahat olaq, deyil. Çox sağ olun, söz verdiniz. Mən də namizədlərdən biriyəm, adım Əlidir. Artıq ikinci dəfədir ki, belə deyək də, mən sizin çıxışınıza qulaq asıram. İlk dəfə giriş nitiniz oldu, bizim hər dərslərə başlamamışdan qabaq, bu artıq ikinci dəfədir. İlk öncə mən sizə təşəkkür etmək istəyirdim ki, əsas nədir? Əsas odur ki, sizin yaratdığınız ab-hava, sizin hər kəsə verdiyiniz rahatçılıq təşkilatda, sizin belə deyək, əl çatanlıq, belə deyək də, bu bugünkü gündə əsas problemlərdən biridir də, belə deyək, bu subordinasiya məsələsi, bürokratiya məsələləri və əgər ki, siz bu mediasiyanın elə, necə ki, öz fəlsəfəsinə uyğun olaraq bir yeni nəfəs gətirdiniz. Yəni ki, bu təşkilatda bu cür ab-hava yaratmaq, bu cür əl çatanlı olmaq, bu cür dəstək göstərmək hər kəsə, nəinki artıq işləyən mediatora, hətta belə namizədlərə belə siz artıq bu dəstəyi göstərirsiniz, bu səmiyyətlə yaratmışsınız. Buna görə sizə dərin təşəkkürümü bildirirəm, sizə işləyən çıxıntılar arzu edirəm. Eyni zamanda kitablar da aldıq, çox sağ olun, çox təşəkkür edirik. Amma orada bir qeyd gördüm ki, mən ki, bu kitablar pulsuzdur, belə deyirlər. Bizə verdiniz pulsuz, çox sağ olun. Amma mən hesab edirəm ki, bunun gələcəkdə satmaq lazımdır ki, kimi maraqlıdırsa pulla alsın, yəni dəyərli kitabdır. Çünki buradan biliklər əldə olur. Çox sağ olun, təşəkkür ederim. Sizə bunlar arzu edirəm. Çox sağ olun, Ərmən, çox sağ olun. Bunu belə deyək, kitablarda o növbəti kursda olanlar imtahan prosesləri belə deyək, bu kitabdan gedəcək və mən
Əliməm sağ olsun dedi. Əliməm deyən münasibəti öz ünvanıma tərif kimi də qəbul eləmirəm, səmimiyyət kimi qəbul edirəm və bu münasibətdə doğrudan deyirəm, hər birinizdən gözləyirəm. Doğrudan deyirəm, o vaxtı siz böyüyəcəksiniz ki, Rüstəm müəllimin çağırışı yerdə qalmayacaq. Ən azı 15 nəfər o təşkilata yığılıb gedəcək. Utanmayın, doğrudan deyirəm, bizim peşədə deyir, misal utanan oğlu olur məsələsi. Ona görə utanmayın peşədə. Telefon Rüstəm müəllim, sən də elan elə. Həm təşkilatın nömrəsini elan edə bilərəm, eyni zamanda öz nömrəmi baş üstə 050 və ya 55 394 61 61 50 və ya 55 eyni nömrə 394 61 61 birdən olar təşkilatın nömrəsi 724 eyni zamanda öz nömrəmdə açıqdır 099 510 50 50 Allah gözəl. Çox sağ olun. Başqa sual, cavab. Abşeron 2 sayılı mediasiya təşkilatı. Bəli. Bir nəfər Failə xanımdan sual soruşurdu yoldaşlar. Sual bitti, ben istedim sonunda soracağım bunu. Валя Ханым, во-первых, вы добро пожаловали в родной дом, в родной Азербайджан. Это сугубо, я не сказал бы, что сугубо личный вопрос, просто меня это долго интересовало, и увидев вас, сразу на уме возник этот вопрос у меня. Если позволите, я на азербайджанском языке задам вопрос, что для всех, это интересный вопрос, поэтому вы как можете так и ответить на русском, на литовском. Demək, hörmətli həmkarlarımız, mən Sovet vaxtında belə bir statistika oxumuşdum. Demək, ailələrin dağılması ilə bağlı statistika oxumuşam. Orada ən axırıncı yerdə Özbəkistan gəlirdi, 15 respublika arasında. Sonra biz gəlirdik, Azərbaycan gəlirdi. Pribaltika ilk sıralardaydı. İndi для меня интересно, да, сейчас какова ситуация там? Вы тем более этим занимаетесь, медиацией? Вы отношение имеете, да, к этому? Вы поняли? Прямое. Перевели? В Латвии, так же как в Азербайджане, высокий уровень разводов. Очень высокий уровень разводов. Но в то же самое Сколько время... процентов-то, если вам это известно? Можете сказать? Процентов мне трудно сказать. Наверное, процентов 60 разводов. А у нас, так говорят, 47%. Это тоже статья, я не знаю, насколько это верно. У нас первое место по возобновлению браков, то есть разводятся и создают новые семьи. Там это Средняя продолжительность семьи в Латвии 13 лет. Спасибо. Мы к вашим услугам. Причину развода, в основном какие причины развода? Причина развода невозможность. Тогда немножко углубимся вообще. Я не умею коротко, тоже надеюсь. Значит, когда создается семья, у семьи есть очень много моделей, как минимум 15 моделей семьи. Ни один из партнеров, практически никто, не говорит о том, какие у тебя ожидания от семьи. Кто-то идет в семью, чтобы о нем заботились, кто-то идет в семью, чтобы он заботился, кто-то идет в семью, чтобы было много детей, кто-то создает семью, чтобы не было детей. Да, то есть очень много моделей, и, соответственно, когда проходит время, когда люди уходят из этого, ну как сказать, влюбленности, наверное, да, которая существует, мы не говорим про имущественные браки. Там все проще, там действительно есть договоренность. В имущественных браках есть договоренность, они существуют дольше всех. А там, где есть чувства, они проходят, и потом начинается, что один понимает, что то, что он видит, не то, что он хочет. Да? И для одного из партнеров семья уже на какой-то момент разрушилась, а второй живет в иллюзии, что все хорошо. Да? То есть тот, кому меньше нужно что-то в семье, он живет в иллюзии, что все хорошо. И тогда, когда происходит момент распада семьи, почему оно приравнивается к моменту смерти второго супруга? Да? Потому что по ощущениям это то же самое, что он умер, но он, к сожалению, до сих пор ходит передо мной и действует мне на нервы. Да?
И тот второй, который живет в этой иллюзии, для него это большой шок и стресс. Для второго нету этого стресса, потому что он решение уже давно принял. Да? Но причины могут быть совершенно разные. Для нас самые сложные процессы в Латвии в семейных – это процессы, связанные, ну, условно, с делением детей. Да? Мы не столько завязаны на имуществе, сколько на детях. Да? Потому что это самый такой болезненный сегмент. Мы работаем также с детьми в медиации. Мы приглашаем детей в медиацию. Да? Это только специально обученные медиаторы это имеют делать. Мы работаем, я лично работаю в насильственных отношениях, в семейных, да? То есть при разного уровня насилия. И насилие как в отношении детей, так и отношения, потому что семейная медиация, вы должны понимать, это не только развод. Это все, что касается семьи, в том числе даже споры, школьная медиация. Это тоже семейная медиация, потому что она касается семьи. Просто мы ее, ну, как бы убираем в сторону. Я могу долго говорить, но я хотела от себя вам сказать. Образование у вас какое? У меня юридическое. Там учились, да? Там училась, да, магистр юридических наук. Я также супервизор медиации, международный тренер медиации и являюсь, как Надир Мялим в Азербайджане, также я в Латвии являюсь председателем Совета медиаторов Латвии, то есть мы сертифицируем, аттестируем все жалобы. То, что говорил Надир Мялим, почему важна вот эта субординация, потому что когда соблюдается субординация, вы защищаете сами себя. Когда есть нарушение субординации, это всегда есть основание для жалоб. А жалобы это то, что, ну, это, к сожалению, наша работа, мы их рассматриваем, но это не доставляет нам удовольствия, потому что жалобы бывают разные, бывают обоснованные и необоснованные. Но проблема всегда в несоблюдении субординации. Второй вид жалоб – это несоблюдение нейтральности медиатора. Что я вам хотела сказать и от себя пожелать. Работа очень интересная. Но в этой работе главное не забывать, что основной не медиатор, основной клиент, который пришел к медиатору. Они оба со своими проблемами, со своими плохими чертами, хорошими чертами, но медиатор должен быть как любящий родитель в отношении этого человека. Неважно, бизнесмен, он просто человек, пришел по какому вопросу. И когда ваш клиент увидит, что вы к нему открыты, вы к нему честно относитесь, он будет вас уважать и будет хотеть с вами работать. Если он почувствует какое-то, ну, неправильное отношение со стороны медиатора, да, какой-то взгляд, какую-то нетерпеливость, нетерпение, да, это сразу повлияет на процесс медиации, и тогда будут случаи, где может быть и жалобы, и может быть будет плохо проведенный процесс медиации. И для этого я очень советую, берегите себя в этой профессии, потому что профессия нелегкая, профессия сложная, потому что ты должен все время быть в балансе сам с собой. И в тонусе тоже. И, кстати, очень хорошее правило, медиатор на медиации должен себя чувствовать хорошо. Если он чувствует себя плохо, медиация не получится. Спасибо большое. Eğer sual yoktursa, biz yeniden belə şeylərdən utanmamaq lazımdır. Mən baxazalar fikirləşirdim ki, necə kollektiv şəkil çəkə bilərik bir yerdə. Bizim şuranın əməkdaşları da kömək edir, bir riyad belə stulları düzsək, yarısımız ayaq üstə, yarısımız orada, tam o... Bəlkə xanımlar orada dursun. Xanımlar əyləşər qabaqdan, stulları gətirək, əyləşər bir yol olacaq. Xanımlar əyləşsin qabaqdan. Xanımlar əyləşsin qabaqdan, hamısı gəlməyəcək. Bir yaz elə, kişi gənclərin yarısı çıxsın, ona zəhmət olmasa, orada zəhmət olmasa.